Sumqayıt təhsilinin flaqmanlarından olan Texniki Təbiət Elmləri Liseyi bu dəfə də ənənəsinə sadiq qalıb. Məktəbin 11-ci sinif şagirdi Nihat Həsənov martın 9-da keçirilən buraxılış imtahanında ən yüksək nəticə olan 300 bal toplaya bilib. Bu münasibətlə məktəbdə görüş keçirilib. Sumqayıt təhsil sektorunun müdiri İman Ağayev Nihat Həsənovu və yüksək nailiyyətlər əldə edən digər şagirdləri təbrik edib. Qarşıdan gələn növbəti imtahanda uğurlar arzulayıb. Ən yüksək bal toplayan Nihat Əsgərov uğurunun sirrini açıqlayıb. Dəfələrlə müsabiqələr, olimpiadaların qalib olduq. Amma indi həlledici məqam buydu ki, artıq ali məktəblərə buradan qəbul başlayırdı. İlin başından artıq anamın gülüşü belə bəs idi ki, o motivasiyanı alım özümdə və artıq o motivasiya ilə çalışdım. Yəni bəzən gecə yuxusuz qaldıq, davamlı çalışdıq və təkrarlara üstünlük verdik və axırda imtahana girdik. Tək güvəndiyim Allah oldu. Yəni artıq çalışır və Allah çalışanın bəhəsini əvvəl-axır verir zaten. 300 yığacağıma çox güvənirdim. Bundan sonra da həkim olmağı, beyin cərrahiyyəsi üzrə çalışıb, biliklərimi artırıb, sonra ölkəmə gəlib, ölkəmə faydalar vermək və sonra burada hamının oxuya biləcəyi bir institut tikməyi belə düşünürəm. Nihatın valideyni övladını hər zaman motivasiya etdiyini bildirib. Uğra gedən yolda məncə valideyn, müəllim, şagird üçlüyü olmalıdır. Hər bir valideyn övladına ruh verməlidir, dəstək olmalıdır, lider ruhlu böyütməlidir. Mənə elə gəlir ki, hər bir valideyn uşağını, mən də Nihadı o danışandan deyir, ağlı kəsəndən həmişə demişəm, mənim alimim, professorum, yəni yüksək ruhda böyütmüşəm. İnşallah Nihat da ki, onu yavaş-yavaş, addım-addım, kiçik addımlarla birlikdə biz onu yerinə yetiririk. 4 yaşından təhsil yolundayıq. İnşallah ki, bu yolunda uğuru olacaqdır, uğurla davam eləyəcəkdir. Qeyd edək ki, lisey buraxılış imtahanında yüksək nəticələr əldə edib və orta bal 270-dən çoxdur. 40 nəfər məzunumuz bu il 11-ci sinifi bitirir. Onlardan deməli 20 nəfər 280-dən yuxarı bal toplanmışdır və 38 nəfər isə 200-dən yuxarı bal toplayıbdır. Elvin Qudrətov, Şəmstan Fikrətli, Elbrus İsmailov, Bu gün informasiya proqramı üçün.